qeybi bilməyən ədalət qurucusu ola bilməz. Qurani Kərimdə qeybin, insan idrakından kənar, yalnız Allaha məlum olan biliklərin, yalnız Allahın ixtiyarında olduğu vurğulanır. Bu prinsip, ədalətin təminində ilahi rəhbərliyin zəruriliyini və qeyb biliklərinin insandan gizli saxlanmasının ilahi idarə və ictimai ədalət üçün əsas şərt olduğunu göstərir. Aşağıda bu məsələ Quran ayələri ilə təhlil edilir. 1. Qeybin Allahın ixtiyarında olması. Quran qeybin, gələcəyin və gizli məlumatların yalnız Allaha məxsus olduğunu açıq şəkildə bildirir. Əraf 188. D. Mən Allahın istədiyindən başqa özümə nə fayda, nə də zərər verə bilərəm. Əgər qeybi bilsəydim, xeyrimi artırardım və pislik mənə toxunmazdı. Mən yalnız iman edənlər üçün xəbərdar edən və müjdəliyənəm. Kəhf 26. Göylərin və yerin qeybi ancaq ona məxsusdur. Nəml 65. Allahdan başqa heç kəs qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər. Bu ayələr hətta Peyğəmbərin belə qeybi bilmədiyini və yalnız Allahın bu bilik üzərində tam hakimiyyəti olduğunu təsdiqləyir. Qeyb biliklərinin insandan gizli saxlanması insanları təhlükədən qoruyur. Təsəvvür edin, bir insan bir il sonra hər hansı bir hadisənin hansı yöndə cərəyan edəcəyini bilir, bu zaman nələr baş verər? Bu dünyanın tarazlığının pozulması bəşəriyyətin məhvi deməkdir. Bu barədə yuxarıdakı ayədə göstərilir. Qeybi bilsəydim, xeyrimi artırardım. 2. Peyğəmbərin vəzifəsi vəhyin çatdırıcısı. Peyğəmbər Allahla insanlar arasında vəhy daşıyıcısı rolunu yerinə yetirirdi. O, özündən qanun yarada bilməzdi və yalnız Allahdan gələn vəhyə əsasən hərəkət edirdi. Nəcm 3-4. O, öz istəyi ilə danışmır. Bu, yalnız göndərilən vəhiydir. Haqqə 44-47. Əgər o, bəzi sözləri bizim adımızdan uydursaydı, əlbəttə onun sağ əlini tutardıq və şah damarını kəsərdik. Heç kəs onu qurtara bilməzdi. Bu ayələr Peyğəmbərin şəxsi mühakiməsinə deyil, yalnız ilahi vəhyə tabi olduğunu göstərir. O, qeybi bilmədiyi üçün özündən ədalətli qərarlar və ya qanunlar çıxarmaq səlahiyyətində deyildi. Onun vəzifəsi Quran vasitəsilə ilahi kəlamı təhrif etmədən insanlara çatdırmaq idi. 3. Ədalət üçün qeyb bilgisinin zərurəti. Ədalətli qərarlar yalnız keçmiş, indiki və gələcək haqqında tam bilik sahibi olan bir varlıq tərəfindən verilə bilər. İnsan isə bu üç zaman qatını qavramaqda acizdir. Məsələn, bugün verilən bir qərarın gələcəkdə hansı sosial və ya mənəvi nəticələrə səbəb olacağı yalnız Allah tərəfindən bilinir. Bu səbəbdən də ədalətli qərarları ancaq o verə bilər. Necə ki, bu qərarlar Quranda verilib. Quran, ilahi biliyin sonsuzluğunu belə ifadə edir. Loqman 27. Əgər yer üzündəki bütün ağaclar qələm, dənizlər isə mürəkkəb olsa, yenə də Allahın sözləri tükənməz. Bu ayə, insan idrakının ilahi biliyə müqayisədə məhdud olduğunu göstərir. Quranda insanlara çatdırılan qeyb xəbərləri bu sonsuz bilginin yalnız cüzi bir hissəsidir. Buna görə də insanların şəxsi təcrübə və ya təxminlərə əsaslanaraq ədalətli qərarlar verməsi mümkün deyil. Çünki bu cür qərarlar zənnə dayandığı üçün Quran prinsiplərinə ziddir. Yunus 36. 4. Qurandan kənar hökm verməyin qeyri-mümkünlüyü. Hətta Peyğəmbər belə yalnız vəhyə tabi olduğu halda, ondan sonra gələn heç bir şəxs, istər alim, istər imam, istərsə dini lider, qeybi bilmədiyi üçün özündən ədalətli qanunlar çıxara bilməz. Qurandan kənar, Quran ayələrinə istinad edilmədən çıxarılan qərarlar yalnız şəxsi təcrübə və ya zənnə əsaslanır. Bu isə ədalətsizliyə səbəb ola bilər. Nisa 105. Biz sənə kitabı haqqı ilə nazil etdik ki, insanlar arasında Allahın göstərdiyi ilə hökm edəsən. Bu ayələr ədalətin yalnız ilahi qanunlara əsaslanması ilə mümkün olduğunu vurğulayır. Peyğəmbərdən sonra gələn şəxslər də yalnız Qurana əsaslanaraq qərar verməlidirlər. Çünki qeyb bilikləri yalnız Quranda mövcuddur. 5. Quran ədalətin yeganə mənbəyi. Quran, Allahın qeyb elminə əsaslanan yeganə etibarlı rəhbərdir. Hüquq, əxlaq və ictimai ədalət sahəsində qərarların ədalətli olması üçün Quran ayələrinə birbaşa istinad zəruridir. Qurana söykənməyən hər hansı bir fikir və ya hökm qeyb bilgisindən məhrum olduğu üçün ədalətli ola bilməz. Nəticə:
Ədalətli qərarlar yalnız qeybi bilən Allahın elminə əsaslanaraq verilə bilər. İnsanlar qeybi bilmədikləri üçün şəxsi təxminlərə, təcrübəyə və ya digər insanların rəyinə əsaslanaraq ədalət qura bilməzlər. Hətta Peyğəmbər belə yalnız vəhyə tabe olmuş, Qurandan kənara çıxmamışdır. Quran, Allahın qeyb elmini əks etdirən yeganə, dəyişməyən, bir daha qeyd edirik, yeganə dəyişməyən rəhbərdir. Buna görə də ədalətli olmaq istəyən hər kəs qərarlarını yalnız Quranın prinsiplərinə əsaslandırmalıdır. Qurana söykənməyən, Quran ayələrinə istinad etməyən hər hansı hökm ədalətsizliyə səbəb ola bilər. Çünki yalnız Quran ilahi ədalətin təcəssümüdür.